Salam. Növbəti AYQ sualının həllinə baxaq. Deyir, tənliyin köklərindən biri -1, tənliyin köklərindən isə 2-dir. Biri isə 2-dir. Bu ikinci dərəcəli tənliklərin digər kökləri eyni olarsa A üstə gərək neçədir? Əvvəlcə baxın, ikinci kökləri tapacam. Necə? X1 üstə gərək vurma ilə gedim, sizə daha aydın olsun. X2 M-dir. Deyir ki, tənliyin bir kökü -1-dir. Deməli, x2 nədir? -m-dir. Bunu aldım. İkinci tənlikdən isə deyir ki, biri 2-dir. Deməli, x1 vurulsun x2 bərabərdir. N'lərin biri 2-dirsə, x1 vurulsun. x1'ə məlum dedik də, 2 vurulsun x2 bərabərdir n. Deməli, x2 də bərabərdir n bölü 2. Deyir ki, bu ikinci köklər bir-birinə bərabərdir. Deməli, -2 n-dir. İndi bunu, baxın, bu tənlikdə gətirib yerinə qoyacam. Nə alaram? X kvadrat üstə gələk b çıxaq 2x çıxaq 2n bərabərdir 0. Məndən şərtdə nə veribdir? Bir kök 2-dir. Tənliyin kökü onu 0-a çevirir. Deməli, x-in yerinə 2 yazıram. 2 yazdım. 2b çıxaq 4 çıxaq 2n bərabərdir 0. Görürük ki, hər biri 2-yə bölünür. O zaman niyə 2-yə bölməyək ki? Və bu zaman böldük 2-yə. Müsbət 2 ilə -2 islah olunur. b çıxaq m0, b bərabər çıxır m-ə. İndi burada m-ni deməli biz yerinə b yaza bilərik. Yazaq. X kvadratı çıxaq a üstə gələk 3x plus b 0. 0. Tənliyin köklərindən biri -1. Yenə təzədən yerinə qoyuram. 1 üstə gəlinsin a üstə gələk 3 üstə gələk b 0. Nə soruşur? A üstə gələk b. Buradan a üstə gələk b-ni təbii ki taparam. Bu şəkildə a üstə gələk b-miz də çıxar -4. Yəni doğru cavabımız D variantı olmuş olur. Bu da RFO'dan AYQ-dən digər sualın tənliyin həllidir.